Məsələn, mən son illərə qədər düşünürdüm ki, din cəmiyyəti idarə üçün olan sistemdir. Təbii ki, dinin mənəvi tərəflərini heç kim dana bilməz. İndi də bu düşüncədəyəm, amma düşüncəmdəki dəyişiklik budur ki, həm də idarə etmək sistemidir, çünki mənəvi tərəfi var. Mənim dində maraqlandığım hissə təsəvvüf tərəfi idi. Mən daha dərin, ilahi eşq, daha mənəvi tərəflərini dərin yaşamağı seçmişəm. Ona görə zərurətdən doğan yox, ehtiyacdan doğan tərəfində olmuşam. Bizim bir qonağımız var idi, mənim rəfiqəm idi. O Avropada, İsveçdə orta məktəbə gedib, orada universiteti bitirib. O bizim verilişdə dedi ki, bizdə orta məktəbdə dinlər tədris olunub və həmin sessiyanın sonunda biz seçim edirdik. Bu mənim diqqətimi çəkmişdi, amma bir tərəfdə qalmışdı. Və mənim uşaqlarım yeniyetməlik yaşına çatanda mən məktəbdən şikayətlər almağa başladım ki, mənim oğlum özündən zəifə zorakılıq eləyir. İndi məktəblərdə zorakılıqlar çox artıb. Hətta bu yaxınlarda məktəblərin birində şagird müəlliməni güllələdi və bu səslər yavaş-yavaş çıxmağa başlayır. Məndə sual yarandı. Oğlumu bir neçə idarə etmə üsulu ilə, qadağalarla idarə etməyə başladım, amma bu nəticə vermədi. Başladım oğlumu dinlə idarə etməyə. Bu olmaz, bu günahdır, cəhənnəm, cənnət və pozitiv nəticələr aldım. Zorakılığı saxladı və mən anladım ki, bu idarə etmə hansı idarə etmədir və nə üçün lazım imiş. Hansı təbəqə üçündür, bu da var. Və hansı təbəqə üçündür? Çünki biz uşaqlarımızı həyata yarış atı kimi hazırlayırıq. Texniki biliklər veririk, texnikanı öyrədirik. Amma mənəviyyatı sanki unuduruq və əsas idarə etmə də elə əslində ordadır. Biz savadlı insanlar yetişdirir, mənəviyyatı olan insanları sanki yetişdirməyi unuduruq. Sizcə Azərbaycan təhsil sistemində din tədris olunmalıdırmı? Mənəviyyat tədris olunmalıdırmı? Və bunun məsuliyyəti daha çox kimə düşür? Ailənin yoxsa təhsilin? Əvvəla